Almaniya Azərbaycanın Avropada ən vacib siyasi iqtisadi tərəfdaşlarından biridir. İkitərəfli münasibətlərimizin tarixində Almaniya prezidentinin Azərbaycana ilk dəfə rəsmi səfər etməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Frank-Walter Steinmeierin Azərbaycana səfəri həm də iki ölkə arasında etibarlı tərəfdaşlığın hər tərəfli və yüksələn xəttlə inkişafının əyani göstəricisidir. Ümumilikdə hesab etmək olar ki, Almaniya prezidentinin bu səfəri zamanı keçirilən görüşlər, aparılan danışıqlar iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək və gələcək inkişaf üçün böyük perspektivlər açacaq. Almaniya prezidentinin Azərbaycana səfərindən öncə onun səsi sorağı gəldi, çıxdı. Çünki Ermənistana səfər zamanı bir səhv elədilər Azərbaycanla bağlı paylaşım edərkən, daha doğrusu bu Qarabağla bağlı paylaşım edərkən və orada əlbəttə ki, Azərbaycanı narahat edən paylaşım idi. Azərbaycan diplomatiyası dərhal hərəkətə keçdi və onlara bu səhvi anlattı. Sevindirici haldır ki, Almaniya tərəfi səhvi anladı, buna görə rəsmi şəkildə üzrxahlıq etdi, o səhvi də düzəltdi. Yəni, Almaniya prezidenti özü gəlib çıxmamışdan onun bu cür qalmaqallı gəlişi haqqında xəbərlər gəldi. Ardından da təbii ki, səfər gözlənilirdi. Azərbaycan ümumiyyətlə Almaniya dövləti ilə, onun rəhbərliyi ilə işləməyə həmişə maraqlı olub. Almaniyanın irəli texnologiyası, iqtisadi imkanları, dünyadakı yeri, bütün bunlar Azərbaycan üçün çox önəmlidir. Ona görə də Almaniya prezidentini qəbul etməyə Azərbaycan həm şaddır, həm də hazırdır. Almaniya prezidenti gəldi, ən yadda qalan əlbəttə ki, onun çılpaq ifadə ilə Qarabağ Azərbaycandır deməsi oldu. Çünki hər halda Almaniya dünyanın taleyini həll edən dövlətlərdən biridir və onun prezidenti də gəlib bu ifadəni Bakıda işlədirsə, artıq mən düşünürəm, başqa nisbətən kiçik dövlətlər üçün o qədər də əl yeri qalmır. Yəni, başqa məsələlərdə əlbəttə iqtisadi imkanlar, ölkələr arası münasibətlər, istər siyasi, diplomatik, istər iqtisadi məsələlər, bütün bunların müzakirəsi, geniş tərkibdə görüşlər, Prezident İlham Əliyevlə Almaniya prezidentinin təkbətək görüşü, ondan savayı da mən düşünürəm ki, bağlı qapılar arxasında hələlik açıq şəkildə deyə bilməyəcəyimiz, amma yaxın vaxtlarda Azərbaycan ictimaiyyətinin həllini gözlədiyi bir mühüm məsələ də məncə müzakirə olunub. Qeyd edək ki, Almaniya prezidenti Frank-Walter Steinmeierin Azərbaycana etdiyi rəsmi səfər bir sıra tərəfləri baxımından xüsusilə yadda qaldı. Belə ki, bu səfər birinci növbədə cənab prezident İlham Əliyevin dünyanın nüfuzlu siyasi liderləri ilə bir sırada dayandığını növbət dəfə nümayiş etdirdi. Eyni zamanda bu səfər Azərbaycanın ehtiram göstərilən dövlətlərdən olduğunu, Almaniyanın ölkəmizin Avropanın enerji təhlükəsizliyinə və nəqliyyat dəhlizinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdiyini göstərdi. Eyni zamanda səfərin yekunları belə bir qənaətə gəlməyə imkan verir ki, Almaniya Azərbaycanın beynəlxalq aktual məsələlərlə bağlı mövqelərini düzgün dəyərləndirir. Elçin Şuşalı, Qafqaz TV üçün.